Müsəlman qadınlara Allah Teala Quran-ı Kərimdə örtünməyi əmr edir. Bu örtüyün ən üstün forması isə çarşafdır. Günümüzdə fitnədən dolayı çarşafla birlikdə burqa olmasıdır. Bir müsəlman qadın saçı başı açıq küçəyə, şəhərə çıxması haramdır. Naməhrəmlər ona baxırsa bu günahdır. Baxan kişiyə də günahdır, baxılan qadına da günahdır. Bir müsəlman qadın çarşaflı belə olsa, sosial mediada, WhatsApp da daxil foto videosunu paylaşması doğru deyil, icazəli deyil. Saçı başı açıq formada paylaşırsa, bunu yad kişilər, naməhrəmlər görürsə günahdır, olmaz. Belə şeylər etməyək. Bu göstərişdən, təkəbbürdən, belə xoşa gəlməz bu davranışlardan uzaq olaq. Biz özümüzü Allah Teala'ya sübut etməliyik. Yaxşı əməl sahibi olduğumuzu, xeyirli bir insan olduğumuzu. Göstərişdən, insanlara özümüzü göstərməkdən uzaq olaq. Bir kişi olsun, qadın olsun, özünü halalı üçün təmiz saxlamalıdır. Ona buna özünü göstərməyə çalışmamalıdır. Qətiyyən düzgün hərəkət deyil. Bu insanın özünü yüksəltməsi deyil, özünü adiləşdirməsidir. Özünə dəyər verməməsidir. Və Allah Teala'ya qarşı gəlməsidir. Qətiyyən düzgün deyil.